Doktor, sanki başımın içində səs var, qulağımın içində səs var, bir uğultu var, cingilti səsi var. Sanki başımın içində bir motor işləyir. İnsanlar bizə bu cür qulaqda və başın içində səslə çox müraciət edirlər, xüsusilə son vaxtlar bu şikayətlərin sayı artır. Bu simptomun adı tibbdə tinnitus adlanır. Yəni qulaqda çox vaxt başın içində bir səs kimi bunu qeyd edirlər və tinnitus bir simptomdur. Yəni bu bir xəstəlik deyil. Tinnitusun, yəni qulaqda, başda səsin özünün yüzlərlə səbəbi var. Mən bu gün sizə bunların ən çox səbəbləri arasında danışacağam. Birincisi çox sadə bir səbəb ola bilər. Qulaqda deməli tıxaclar ola bilər və bu tıxaclar səsin keçiriciliyini poza bilər, dəyişə bilər, qüsurda edə bilər və nəticədə qulaqda səs əmələ gələ bilər. Bu ən sadə problemlərdən biridir. Digər bir problem isə orta qulağın iltihabıdır ki, orta qulağın xroniki iltihabında da bu cür qulaqda səs, küy eşidə bilərik. Digər səbəblərdən biri xüsusilə yaşlı insanlarda eşitmə sinirinin neuropatiyasıdır. Bunun nəticəsində eşitmə sinirinin yaşla daha da zəifləməsi, keçiriciliyi, hissiyatlarının zəifləməsi nəticəsində eşitmənin azlığı ilə yanaşı biz müəyyən bir küy də eşidə bilərik. Cavan insanlarda isə tinnitusun əsas səbəbi çox möhkəm səslə qulaqcıqların istifadəsidir ki, bu qulaq pərdəsinin zədələnməsinə, onun elastikliyinin pozulmasına və qulaqda səslərin yaranmasına səbəb olur. Bizim ən çox qorxduğumuz və mütləq yoxladığımız problemlərdən biri isə orta yaş və yaşlı insanlarda eşitmə sinirinin şişidir. Yəni şvannomasıdır ki, bundan biz çox qorxuruq və mütləq müayinə etdiririk. Budur ki, sizdə də qulaqda, başın içində səs, gürültü, xışıltı hiss eləyirsinizsə, bunu mütləq şəkildə müayinə etdirmək, dəqiq yoxlamaq, dəqiq səbəbi tapmaq və bundan sonra düzgün müalicə etmək lazımdır.